Salam, hər vaxtınız xeyirli olsun istək tamaşaçılar. Sağlıq olsun növbəti buraxılışı efirdədir. Diqqətiniz bizdə olsun. Ona görə ki, bugün də biz sizə sağlamlığın sirlərinin açarını təqdim edəcəyik. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın sponsoru ilə baxırsınız. Modern Hospitalda fəaliyyət göstərən Modern Laboratoriya öz analizlərinin göstəricilərinin dəqiqliyinə görə Azərbaycanda nömrə 1-dir. Əgər sizin səhhətinizdə hər hansı bir problem varsa və bu problemin dəqiqləşdirməyindən ötürü hər hansı bir laboratoriya müayinəyə ehtiyac varsa, heç bir tərəddüd etmədən Modern Laboratoriyanın göstəricilərindən istifadə edə bilərsiniz. Modern Hospital özəl xəstəxanası tibbin ən yeni nailiyyətləri ilə xalqımızın xidmətindədir. Dünya standartlarına cavab verən hər növ müasir avadanlıqlar, bütün növ müayinə və müalicələr, laborator təhlillər, təcili tibbi yardım, təbabətin modern ünvanı Modern Hospital. Verilişin sponsoru Nutrilon 3 uşaq qidalarıdır. Avropanın bir nömrəli uşaq qidaları istehsalçısı olan Nutrisa şirkətinin sizə təqdim etdiyi Nutrilon 3 uşaq qidaları sizin körpənizin sağlamlığına 100% zəmanət verir. Əgər körpənizin 100% sağlam olmağını istəyirsinizsə, Nutrilon 3 uşaq qidalarından istifadə edin. Nutrilon 3, körpənizin aybaay sağlam inkişafı. Hörmət tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Çəkiliş qrupumuz Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olan Ankara Medical Center'da sujet hazırlayıb. Söhbətin nədən getməyini bilmək istəyirsinizsə, ekranlara yaxın əyləşin. Hörmətli tamaşaçılar, bugün biz sizə onluğa sütunu xəstəlikləri haqqında qısa məlumat vermək istəyirik. Hal-hazırda müasir zamanımızda onluğa sütunun osteoxondroz deyilən diaqnozlu xəstəlikləri 10 dəfədən çox digər xəstəliklərə nisbətən artmışdır. Bunun əsas səbəbləri müasir zamanada insanların az hərəkətliyi, yəni adinamik olması, məcburi vəziyyətlərdə iş rejimi, iş şəraiti, osteoxondrozun ağırlaşmalarına və onların yaratdığı fəqərarası disk yırtıqlarına, fəqərarası protruziyalara, yəni bundan başqa işyaz, lumbo işalqıya, radikulit kimi xəstəliklərin artmasına gətirib çıxartmışdır. Fəqərarası disklərin yırtıqları ağır yük qaldırma, uzun müddət ayaq üstə dayanma və məcburi iş şəraitində işləməklə daha çox yaranmış olur. Hal-hazırda fəqərarası disklərin yırtıqları cərrahi yolla və konservativ yolla müalicə olunur. Cərrahi yolla müalicələr əsasən tam ciddi göstərişlər olduqdan, yəni ay yarım, 2 ay ərzində ağrı sindromunun azalmaması, ətraflarda atrofiyaların, yəni əzələ arıqlamaların baş verməsi, eyni zamanda fizioloji funksiyaların pozulması nəticəsində bu cərrahi yola əl atılır. Əsasən konservativ yolla müalicə daha çox üstünlük təşkil edir. Fəqərarası disklərin yırtıqları yaranmasının səbəbi diskin mərkəzində yerləşən nüvə, pulpoz maddənin axın yaranması və onunla yaranan çatlarda həmin axınların təbii yox, qeyri-təbii yolla formalaşmasıdır. Nəticədə yaranmış yırtıqlar və yaxud da ki, protruziyalar sinir köstüklərini sıxır, sinir köstüklərində işemiya, kompresiya yaradır. Bu da ağrının yaranmasına səbəb olur. Əsas ilkin kliniki simptom ağrı simptomudur. Və bundan sonra ağrı sindromu uzun müddət davam etdikcə ətrafların funksiyasında pozulmalar baş verir. Ən çox onurğanın bel nahiyəsində yırtıqlara və protruziyalara rast gəlinir. Ancaq müasir zamanada kompüter sistemi ilə əlaqədar olaraq, məcburi iş rejimi ilə əlaqədar olaraq onurğanın boyun nahiyəsində yırtıqlar daha çox rast gəlinir. Və bu da baş beynin funksiyasının pozulmasına, baş ağrıları, yaddaşın zəifləməsinə, diqqətin yayınmasına, azalmasına gətirib çıxarmış olur. Boyun nahiyəsində olan yırtıqlar, protruziyalar yuxarı ətrafın funksiyasının pozulmasına, çiyin oynağında ağrıların, əl barmaqlarında ağrıların və giziltilərin yaranmasına, keylik hissiyatının yaranmasına gətirib çıxarmış olur. Bel nahiyəsində olan protruziya və yırtıqlar əsasən aşağı ətraflarda və
fizioloji funksiyaların pozulmasında özünü göstərmiş olur. Müalicə etapına gəldikdə isə əsasən medikamentoz, yəni dərimə müalicəsindən, eyni zamanda Ankara klinikasında tətbiq olunan onluğa paravertebral nöqtələrə blokadaların edilməsi, fizioterapevtik metodlar Ankara klinikasında üstünlük təşkil edir. Eyni zamanda geniş yayılmış funksional traksiya metodu Ankara klinikasında Amerika aparatı vasitəsilə aparılır və bu aparatın effektliyi həddən artıq yüksək olduğuna görə bizim klinikada bu müalicə üsuluna geniş yol verilmiş olur. Gördüyümüz bu çarpayı funksional traksiya çarpayısıdır və burada fəqərarası disklərin yırtıqlarında, protruziyaların müalicəsində geniş istifadə olunur. Funksional traksiyanın məqsədi fəqərələri bir-birindən aralamaqla, fəqərarası disklərdən kompresiyasını, işemiyasını aradan qaldırmaq və sinir köçüklərində yaranan ağrını götürməkdən ibarətdir. Funksional çarpayıda həm bel nahiyəsində və eyni zamanda boyun nahiyəsində olan yırtıqların aradan qaldırılmasında, müalicəsində geniş istifadə edirik. Xəstələrdə funksional traksiya, əks göstəriş olmaması tamamilə müayinələrdən sonra təyin olunur və ondan sonra xəstənin çəkisinə uyğun olaraq dartma metodu təyin edilmiş olur. Burada xəstənin çəkisindən asılı olaraq dartmanın müddəti də rol oynamış olur. Xəstənin çəkisinə uyğun olaraq funksional çarpayıda onun dartma üsulları statik, progresiv olaraq təyin olunur və dartma tətbiq olunur. Dartma zamanı ağrı olmamalıdır. Bu əsas şərtlərdən biridir. Əgər dartma zamanı xəstənin belində və yaxud da ki, boyun nahiyəsində ağrıların yaranması, artmasını qeyd edilirsə, dartma təcili saxlanılmalıdır. İlkin olaraq onun müsbət təsirini xəstə dartmanın ilkin birinci dəqiqəsində ağrıların azalmasının qeyd edir və bununla da funksional traksiya müddəti uzadılaraq 20 dəqiqədən yarım saat ərzində təyin oluna bilər. Funksional traksiyanın müsbət effektinin olmasını xəstə ilk dəqiqədə ağrının azalmasının başlaması ilə qeyd edir və buna uyğun olaraq traksiyanın müddəti 20 dəqiqədən 30 dəqiqə arasında təyin olunur və mütəmadi olaraq 5 və yaxud da ki 10 seans ərzində təyin edilə bilir. Eyni zamanda bizim gözəl Naftalan vannalarımız var və orada hər bir şərait yaradılıbdır. Xəstələr üçün prosedura tərtəmiz şəraitdə aparılır və ondan sonra xəstə yarım saat müddətində müvafiq şəraitdə istirahət etdikdən sonra yenidən iş rejiminə, iş şəraitinə qaytarıla bilir. Hörmətli tamaşaçılar, onurğa sütununuzda olan xəstəliklər, yəni osteoxondroz, fəqərarası disk yırtıqları, protruziyaları, radikulitlər, lumba işalgiyalar, onurğa sütunun döş qəfəsində olan radikulyar ağrılar, osteoxondroz nəticəsində baş beyində baş vermiş vertebra bazilar çatmamazlıq diaqnozları ilə müalicə olunursunuzsa, Ankara klinikasına ürəklə müraciət edə bilərsiniz və orada sizin tam müalicə olunmaqla reabilitasiyanın da sizin üçün təşkil olunması üçün hər bir şərait vardır. Bugünkü mövzumuz görmə zəifliyi ilə bağlıdır. İlk əvvəl onu demək istəyirəm ki, insan ətraf mühiti 80% gözlərlə qavrayır və ona görə də görmədə hər hansı bir zəifləmə əmələ gəldikdə və görmənin itməsi insanın əmək qabiliyyətini aşağı sala bilir və həyat keyfiyyətinə mənfi təsir göstərə bilir. Zəif görmə həyatın müxtəlif yaşlarında üzə çıxa bilər, amma ən çox anadan gəlmə, uşaq yaşlarda və məktəb yaşlarında meydana çıxa bilir. İlk əvvəl onu qeyd etmək istəyirəm ki, uşaq doğularkən zəif görmə ilə doğulur və 7-8 yaşına qədər uşaq göz inkişaf elədikcə zəif görmə get-gedə azalmalıdır. Ancaq bəzi hallarda uşaq daha çox zəif görmə ilə doğula bilər. Yəni hipermetropiya nisbətən yüksək həddə ola bilər və yaxud da ki müəyyən yaşa qədər göz inkişafdan qala bilər və bu halda uşaqda zəif görmə əmələ gəlmiş olur. Hipermetropiya zamanı həm uşaq yaxını zəif görür, həm də uzağı zəif görür və belə hallarda məsləhət görərdim valideynlərə ki, uşaqlara fikir versinlər. Çünki uşaq öz zəif görməsini valideynə çatdıra bilmir və
bu halda valideyn fikir verməlidir uşağa. Televizora yaxından baxırmı? Ondan sonra dərs oxuyarkən, şəkil çəkərkən daha yaxından baxmağa çalışırmı? Və bəzi hallarda kiçik uşaqlar dərs oxuduqdan sonra 10 dəqiqə, 20 dəqiqə dərs oxuduqdan sonra tez yorulur və imtina eləyir. Yəni gözlərim yorulur deyir və belə hallarda valideyn uşağı həkimə göstərməlidir. Müayinə zamanı əgər hər hansı bir zəiflik aşkar olunursa, eynək təyin olunur uşağa və yaxud da müalicə təyin olunur. Gipermetropiyanın əmələ gətirdiyi digər bir xəstəlik amblepiyadır. Amblepiya nə deməkdir? Xalq arasında buna bəzən tənbəl göz deyilir. Yəni bu halda müxtəlif gözlər, yəni hər iki gözdə görmə eyni olmur, müxtəlif olur və bir göz zəif olursa o çəpləşməyə başlayır. Çəpləşən göz görmədə iştirak etmədiyi üçün get-gedə burada tənbəlləşmə yarana bilir və bu nə deməkdir? Müəyyən yaşa qədər görmənin inkişaf etməsi üçün mütləq göz görmədə iştirak etməlidir. Əgər iştirak etmirsə, amblepiya yaranır və çox təəssüf ki, müəyyən yaşdan sonra, deyək 10-11 yaşından sonra görməni bərpa etmək çox çətindir. Ona görə də əgər uşaqda belə bir hal varsa, çəplik varsa, mütləq ona eynək təyin olunaraq çəpləşən gözü əksər hallarda hər iki gözü, ancaq çəpləşən gözü müalicəyə götürmək lazımdır və görməni 100%-a çatdırmaq lazımdır. Zəif görmənin digər bir növü miyopiyadır. Miyopiya ən çox rast gəlinən zəif görmə növüdür. Ən çox 13, 14, 15 yaşlarında üzə çıxır və uşaqlar uzağı zəif görmədən şikayət edirlər bu halda. Gözdə zəif görmə əmələ gətirən digər bir hal da var. Yəni, göz normada əslində kamera kimi işləyə bilir. Yəni, uzağa baxarkən göz normaldır, işləmir. Yaxına baxarkən əzələlər yığılır və gözün içərisində təbii büllur var, bu linzadır və o öz qalınlığını artıraraq işıq sındırmanı artırır. Bu yaşlarda uşaqlar gözlərini yaxına çox işlətdiyi üçün, yəni dərslər bir qədər ağır olur və istirahət zamanı kompüterdən istifadə edirlər, telefondan istifadə edirlər. Gözü çox yaxına işlədərkən gözdə bu əzələlərin spazmı nəticəsində yalancı zəif görmə əmələ gəlir. Ona görə də miyopiya əmələ gələrsə, zəif görmə əmələ gələrsə, bunu mütləq uzun bir müayinədən sonra aşkar edirik. Əgər gözün refraksiyası zəifdirsə, doğrudan da təbii miyopiya varsa, eynək təyin olunur. Əgər akkomodasiyanın spazmı nəticəsində zəiflik əmələ gəlibsə, əlbəttə ki, belə uşaqları müalicəyə götürürük. Akkomodasiya pozğunluğu 40 yaşından sonra da üzə çıxır. Qeyd etməliyəm ki, bu da büllurun bərkləşməsi ilə meydana çıxır. Yəni, 40 yaşa qədər büllur öz elastikdir, öz qalınlığını rahat şəkildə akkomodasiyada iştirak edir. Həm yaxını, həm uzağı görmədə iştirak edə bilir. Ancaq 40 yaşından sonra büllurun bərkləşməsi ilə əlaqədar olaraq yaxından zəif görmə əmələ gəlir. Bu normal bir haldır. Ancaq onu qeyd etməliyəm ki, əgər yaxına zəiflik əmələ gəlibsə, eynək taxmaq lazımdır. Bəzi insanlar eynək taxmaqdan imtina edirlər və bu da astenopiya dediyimiz göz yorğunluğuna gətirib çıxara bilir. Bu da gözdə ağrılar əmələ gətirir, bəzi diskomfort əmələ gətirir. Zəif görmənin müalicəsində bir sıra aparatlar istifadə olunur. Eynək yazılmaqla yanaşı, əgər göz müalicə olunarsa, əlbəttə ki, zəifliyin artmasının qarşısı alınır və eyni zamanda əgər uşaqlarda amblepiya varsa, çəplik varsa, çəpliyin düzəlməsi və amblepiyanın aradan götürülməsi üçün müalicələr təyin olunur. Bunlar əsasən stimulyasiyadır, yəni gözün dibindəki həmin o görmədə iştirak eləməyən hüceyrələri oyatmaq üçün fotostimulyasiya, maqnit stimulyasiyası, lazer stimulyasiyasından istifadə olunur və gözün görmə qabiliyyətini artırmış olur bu aparatlar. Eyni zamanda gözün gələcəkdə daha da zəifləməsinin qarşısını almaq üçün bu müalicələrə ehtiyac duyulur. Hal-hazırda zəif görmə ilə bağlı müalicə alır balaca qızımız. Burada amblepiya var bir gözdə, zəif görmə var və digər yaxşı görən gözü bağlamaqla zəif olan gözü stimulyasiya ilə qıcıqlandıraraq görməni qaldırmağa çalışırıq. Qeyd etmək istəyirəm ki,
göz xəstəliyi, əgər hər hansı bir şikayət yaranırsa, vaxtında həkimə müraciət olunarsa, problem daha uğurla və daha rahat aradan götürülə bilər. Çünki bu həm uşaqlara aiddir, həm yeniyetmələrə, həm böyüklərə. Çünki gözün elə xəstəlikləri var ki, çox təəssüf ki, aldığı görməni geri vermir və nə qədər tez aşkar olunarsa bu xəstəlik bir o qədər əlbəttə ki, uğurla müalicəyə tabe olar. Gözlər ürəyin aynası da deyirlər. Bu əslində doğrudan da belədir. Gözlər bütün orqanizmin aynasıdır. Orqanizmdə baş verən patoloji proseslər gözdə öz əksini tapır. Gözün dibində olan damar və sinirlər heç bir orqanda olmadığı kimi çox aydın şəkildə görünür və bununla da beyində, ürəkdə baş verən dəyişiklikləri özündə əks etdirir. Bəzi hallarda elə xəstəliklər var ki, ilkin olaraq göz həkimləri onları aşkar edə bilir. Gözün ön hissəsində olan güzeyli qişa, rəngli təbəqə dediyimiz orqanizmdə olan prosesləri özündə əks etdirə bilir. Bunu oftalmologiyada iridə diaqnostikada deyirlər. Əgər sizdə və ya uşaqlarınızda hər hansı bir göz problemi varsa, tərəddüd etmədən Ankara Medical Center'a müraciət edə bilərsiniz. Hörmətli tamaşaçılar, verilişimizin bu bölümündə söhbətimiz tibbin bir sahəsi barəsində, amma çox maraqlı bir sahəsi barəsində olacaq. Bildiyinizə görə Bakı şəhərində bir sıra özəl klinikalar fəaliyyət göstərir və bu klinikaların bəziləri məhz hər hansı bir ixtisaslı tibbi yardım göstərirlər. Bu klinikalardan biri də çoxdan artıq Azərbaycanda, xüsusilə Bakıda fəaliyyət göstərən Biolab klinikasıdır. Bugün mövzumuz oynaq xəstəliklərindən, oynaq problemlərindən olacaq. Təbii ki, çəkiliş qrupumuz bu klinikada gedən işlər barəsində süjet hazırlayıb. Diqqətiniz bizdə olsun, sizi həqiqətən çox maraqlı süjet gözləyir. Haqqında söhbət açdığımız Biolab Tibb Mərkəzi 1998-ci ildən Bakıda fəaliyyət göstərən və oynaq xəstəlikləri üzrə ixtisaslaşan ilk özəl tibb ocağıdır. Bugün Biolab Tibb Mərkəzində müasir standartlara uyğun laboratoriya, elektrokardioqrafiya otağı, qan alma otağı və tibbin əsrlərdən bəri öz aktuallığını qoruyub saxlayan, heç vaxt müasirliyini itirməyən və həmişə ehtiyac duyulan bir sahəsi hirodoterapiya, yəni zəli terapiyası bölümü fəaliyyət göstərir. Əsrlər boyu bir çox insanların əziyyət çəkdiyi ən qədim və eyni zamanda ən aktual xəstəliklərdən biri də oynaq xəstəlikləridir. Milyonlarla insan bu xəstəliyin müxtəlif növlərinin təsirinə məruz qalır. Təəssüflər olsun ki, zamanın, irəliləyən yaşın və bir çox digər səbəblərin hökmünə tabe olan oynaq xəstəlikləri düzgün müayinə və müalicə aparılmadıqda bir çoxlarını hətta əlilliyə qədər gətirib çıxarır. Lakin belə bir deyim var, Allah min dərd verirsə, min bir dərmanını da verir. Oynaq xəstəliklərindən əziyyət çəkən insanların min dərdinin min bir dərmanı bu sahədə böyük təcrübəsi olan, şəfalı əlləri ilə xəstələrə sağlamlıq, ümid bəxş eləyən Biolab Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Dövlət Tibb Universitetinin Daxili Xəstəliklər Kafedrasının dosenti Həsən ağa Qəmbərovun əlindədir. Dünya əhalisinin 10-15% oynaq xəstəliklərindən əziyyət çəkir. Yaş artdıqca bu xəstəliklərin sayı da artır. 50 yaşdan yuxarı artıq insanların 50%-də, 60-70 yaşdan yuxarı isə 80%-də oynaq xəstəlikləri müşahidə olunur. Ən çox rast gəlinən xəstəlik revmatoidli artritdir. Revmatoidli artrit immun defisitli xəstəlik olub, əsas etibarilə oynaqların zədələnməsi ilə xarakterizə olunur. Xəstələr düzgün müalicə olunmasalar, 8-10 ildən sonra xəstələrin 80%-i əlil olur. Amma düzgün müalicə olunanda bu xəstələr əmək qabiliyyətlərini saxlayırlar və öz sənədlərini də hətta itirmirlər. Xəstəliyin səbəbi bu vaxta qədər dəqiq məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində müəyyən infeksiyalar rol oynayıb, immun sistemini pozub, xəstəliyin əmələ gəlməsinə səbəb olurlar. Bu xəstələrin şikayəti nədən ibarətdir? Bunlar əsas etibarilə səhərlər hərəkət məhdudluğundan, ümumi zəiflikdən, temperaturanın qalxmasından, güclü ağrılardan, oynaqlarında olan güclü ağrılarından və əgər həkimə vaxtında müalicə etməsələr, oynaqların deformasiyasından və hərəkət məhdudluğu nəticəsində yorğan-döşəyə düşmədən şikayət edirlər. Əgər bunlar vaxtında həkimə müraciət etsələr,
bunların diaqnozu düzgün qoyulsa, düzgün müalicə aparılsa, burada heç bir çətinlik yoxdur. Bu insanları xilas eləmək mümkündür. Ən çox rast gəldiyimiz ikinci xəstəlik artroz xəstəliyidir. Artroz xəstəliyinə xarici ölkələrdə osteoartrit deyirlər. Azərbaycanda isə nə isə bizdə hamı buna duz toplanması adlandırır. Əslində yediyimiz duzun bu xəstəliyə heç bir dəxli yoxdur. Mən istəyərdim xəstələrimiz bunu da başa düşsünlər. Bu xəstəlik, mən həmişə xəstələrə deyirəm ki, zamanın hökmüdür. Yəni, yaş artdıqca bu xəstəlik artır. Necə bizim saçımız ağarır, necə bizim gözümüz pis görür, üzümüz qırışdaşır, o cürdə bizim oynaqlarımız yavaş-yavaş öz fəaliyyətini itirirlər. Xüsusən də qığırdaq öz fəaliyyətini itirir və nəticədə orada sərtləşmə əmələ gəlir. Qığırdağın bir hissəsi itir birləşdirici toxumu ilə əvəz olunur. Nəticədə oynaqlarımızda çox gəzəndə, çox hərəkət eləyəndə ağrı hiss eləyirik və bu ağrılar günün ikinci yarısında daha çox olur və bizi narahat eləyir. Axşam yatıb səhər duranda ağrılar nisbətən azalırlar. Düzdür, bu xəstəliyin əmələ gəlməsində bir çox faktorlar, infeksiyadan tutmuş travmaya qədər, idmana qədər çox amillər rol oynayır. Amma əsas rol oynayan yaş amilidir. Diaqnoz qoyandan sonra bu xəstələrin müalicəsi elə bir çətinlik törətmir. Mən çox vaxt heç bu xəstələrə dərman da yazmıram. Əvvəlcə başa salıram ki, oynağa düşən naqruskanı azalt. Yəni, oynağa düşən naqruska deyəndə biz nə başa düşürük? Xəstənin çəkisi də bura aiddir. Xəstə çəkisini azaltmalıdır. Xəstə az gəzməlidir, az hərəkət eləməlidir. Amma nədənsə bir çox həkimlərimiz və yaxud da ki, xəstəyə kömək eləmək istəyən qohumlarımız həmişə deyirlər ki, çox gəz. Çox gəzsən vəziyyətin yaxşı olacaq. Amma xəstə nə qədər çox gəzirsə, bir o qədər də oynaq çox zədələnir, ağrılar artır. Ona görə də burada birinci müalicə odur ki, oynağa düşən yükü azaltmaq lazımdır. Ondan sonra aparılan o yüngülvari dərmani preparatlar, yəni burada aparılan müalicə ondan ibarətdir ki, oynaqda olan iltihabı götürmək lazımdır və oynaqda qığırdağın demək, vəziyyətini yaxşılaşdırmaq lazımdır. Yavaş-yavaş payız başlayır, yavaş-yavaş soyuqlar düşür və hamımızın eşitdiyimiz revmatizm xəstəliyi başlayır. Və ona görə mən istəyərdim bir neçə kəlmə o xəstəlik haqqında da deyim. Bizim yaralı yerimiz odur ki, kimin harası ağrıyır, ona revmatizm diaqnozu qoyurlar. Ancaq mən istəyərdim ki, hörmətli tamaşaçılarımız bilsinlər ki, revmatizmdə xəstənin oynağı uzun müddət ağrımır. Bu ağrı bir neçə gün ola bilər və yaxud bir neçə həftə ola bilər və hətta müalicə aparılmasa da bu ağrılar keçib gedir. Əgər sizin oynaqlarınız aylarla, illərlə ağrıyırsa, revmatizm haqqında düşünməyin. Ola bilər sizin revmatizminiz var, amma sizin oynağınızın ağrısı revmatizmlə əlaqədar deyil. Revmatizm çox vaxtı uşaq yaşlarında başlayır. Yaşlı adamlarda biz bunu çox az görürük. Uşaq yaşlarında görürsən ki, uşağın boğazı ağrıdı, temperaturası qalxdı, üstündən bir ay, 15 gün keçdi, uşağın oynaqları ağrıdı, hərarəti təzədən qalxdı, vəziyyəti pisləşdi. Bax, bu revmatizmdir. Revmatizmin törədicisi A qrupundan olan beta hemolitik streptokokdur. Bu da çox vaxtı boğaz infeksiyasından sonra olur. Amma bu infeksiya hər hansı bir başqa yolla da bədənə keçə bilər. Xəstəlik vaxtında müalicə olunsa, heç bir fəsad qoymur. Lakin düzgün müalicə olunmasa, belə xəstələrdə gələcəkdə ürək qüsuru qalır. Və bu ürək qüsuru kobud olanda axırı gedib ürək cərrahlarına gedib çıxır. Bu olmasın deyə belə xəstələr vaxtında düzgün müalicə olunmalıdır. Əgər sizin belə xəstəliyiniz varsa, revmatoloqlara müraciət edin, bu işi bilən adamlara müraciət edin və düzgün müalicə olunun ki, gələcəkdə fəsadlar müşahidə olunmasın. Hörmətli tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın sponsoru ilə baxırsınız. Modern Hospital, modern texnologiya tam təchiz olunmuş müasir bir klinikadır. Əgər siz sağlamlığınıza qısa müddət ərzində qovuşmaq istəyirsinizsə, Modern Hospitalın xidmətlərindən istifadə edin. Ümumi cərrahiyyə, endokrin cərrahiyyə, gastroendoskopiya, artroskopik cərrahiyyə, uroloji əməliyyatlar, qulaq, burun, boğaz cərrahiyyəsi, flebologiya, neyrocərrahiyyə, plastik, estetik və rekonstruktiv cərrahiyyə, reanimasiya və anesteziologiya xidməti. Təbabətin modern ünvanı Modern Hospital.
Hörmətli tamaşaçılar, biz hal-hazırda Modern Hospitalın Modern Laboratoriyasındayıq və müsahibimiz laboratoriya müdiri Günel xanımdır. Xoş gəlmişsiniz. Çox sağ olun. Günel xanım, biz istəyirdik tamaşaçılarımıza Hər Sağlıq Olsun proqramında 5 dəqiqə müddətində fərqli-fərqli müayinələr barəsində, fərqli-fərqli cihazlar barəsində, yəni Modern Hospitalda olan məlumat verək. Bax, ilkin olaraq Cobas Integram. Bu cihaz nədir və bu cihazla hansı müayinələri etmək mümkündür? Cihazımız Almaniya və İsveçrənin istehsalındır. Cobas Integra 400 Plus analizatordur, Roche firmasının. Deməli, sistem qapalı sistemlə işləyir, yəni ancaq öz firmasının reagentləri ilə işləyir. Reagentlərdən misal sizə göstərə bilərəm, yəni belə bir kaset şəklində yığılır reagentlərimiz və bu hissədə barkodlar olunur. Bu barkodları biz zədələmədən analizatorumuza daxil edirik və analizator kompüter sistemi informasiya ötürür, analizin reagentlər haqqında informasiya, sayı haqqında informasiya, istifadə müddəti haqqında informasiya və hansı kalibrator kontrollərlə işlədiyi haqqında informasiya verir. Və özünün xüsusi kitabçaları var ki, onlar haqqında geniş informasiya var. Biz bu reagentləri yüklürük analizatora və onu hər açdığımız reagentə kalibrovka eləməliyik, yəni kalibrasiya eləməliyik. Daha sonra isə analizi, nümunələrimizi qoymamışdan öncə kontrollarımızı qoyub reagenti düzgün işləyib işləmədiyini yoxlayırıq. Yəni, əsas budur ki, reagent qoyulduqdan sonra onu kalibrasiya edirik standartlarla. Bu 5, 4, 3-lü sayda standartlar ola bilər. Və orada qrafikal şəkildə standartların yerləşməsi göstərilir. Və bundan sonra analizator əgər heç bir gedişat barədə heç bir problem yoxdursa, bizə heç bir mesaj yazmır. Əgər mesaj yazırsa, biz o səhvləri düzəlişi ilə bağlı deməli, yenidən açıb baxırıq hamısına. Bundan əlavə, deməli, kalibrasiyanı isə daha düzgünlüyünü kontrollərlə edirik. Kontrollər də rəqəmli verilmiş hər hansı aralıqlara aid olan, deməli, rəqəmli verilmiş standartlar kimi işləyir. Və bundan sonra biz əgər hər bir şey qaydasındadırsa, xəstələrin cavabları haqqında tam əmin oluruq ki, heç bir problem yoxdur. Xüsusi qeyd etmək istəyirəm ki, istifadə müddəti keçmiş reagentlər analizatoru işlədə bilmir, işlətmir və biz Modern Hospital laboratoriyası olaraq belə bir reagentlərdən istifadə etmirik ümumiyyətlə. Reagentlərin istifadə müddəti keçdikdən sonra bu reagentlərin istifadəsi dayandırılır və yeni reagentlər borta yüklənir, analizatorun bortuna yüklənir və yenidən həmin qayda ilə kalibrasiya olunur və hər gün kontrol sistemləri qoyulmaqla reagentimizin işləməyi haqqında informasyamız olur. Və bunları biz hər gün və kalibrasiyanı ayda bir dəfə reagentimizi və bir də reagentimizi dəyişdiyimiz zaman təkrarlayırıq. Yəni, bu yoxlamalar onu göstərir ki, bu test düzdür, test düzgün işləyir və nəticənin doğruluğuna əminlik yaranır və biz xəstələrimizə tam əmin eləyə bilərik ki, cavablarımızda heç bir səhvlik ola bilməz. Günel xanım, burada yəni robot sistemidir, yəni heç bir insan əməyinə ehtiyac yoxdur. Yəni, ilk növbədə qan cihaza qoyulduqda insan əməyindən istifadə olunur. Onun ətraflı yoxlanılması, tərkibi, hamısı kompüter vasitəsilə ekrana çıxır. Bütün reaksiyalar, bütün proseslər cihazda gedir və bütün informasiyalar sonunda kompüterdə oturur. Bəli. Və cavabları da yazarkən bizim cihazın kompüterindən cavablar yazılan kompüterə inteqrasiya olunur. Və bununla da biz nəticəni xəstələrimizə təqdim edirik. Və xüsusi qeyd etmək istəyirəm ki, robotların üstünlüyü ondan ibarətdir ki, cavablar tam dəqiq şəkildə verilir və qısa bir müddət ərzində biz xəstələrimizə cavabları verə bilirik. Yəni, bir testin edilmə ehtimalı 20 dəqiqə, yarım saat ərzində baş verir. Bir anda neçə test müayinə etmək olur? Biz paralel olaraq, deməli, raklar şəklində bu cür raklardır bizdə. Nümunələrimizi düzürük bu raklara sıra nömrəsi ilə, qeydiyyat aparırıq kompüterdə və artıq kompüter, yəni analizator tanıyır bu nömrələri, barkodlar sistemi şəklində yükləyir. Və paralel olaraq 150 test, yəni bu 15 xəstədə ola bilər, yəni testin verilmə sayına baxır. 1 saat, 2 saat ərzində tam hazır şəkildə salınır. Yəni, həm qısa müddət ərzində, və həm eləcə də tam dəqiq, doğru şəkildə biz müayinəni tez bir şəkildə apara bilirik. Hörmətli tamaşaçılar, gördüyünüz kimi burada hər şey avtomatlaşdırılmışdır. Bəzən xəstə müxtəlif laboratoriyalarda müayinədən keçir
və hansısa bir laboratoriyaya gedir, orada səhvən ona cavab verdikdən sonra gəlir əvvəlki laboratoriyanın üzərinə düşür ki, sizin diaqnoz səhvdir. Amma bilməyinizi istərdim, biləsiniz ki, Modern Hospitalın Modern laboratoriyasında cavabların 100% dəqiqliyinə zəmanət verir. Çünki burada o qanlar atılmır, saxlanılır. Sertifikat, ümumdünya sertifikatı almış, istənilən laboratoriyada, dəqiq işləyən laboratoriyada həmin testləri bir daha aparsaz, doğru, dürüst nəticənin məhz Modern Hospitaldan aldıq olduğunuza əmin ola bilərsiniz. Günel xanım, bu cihazın köməyi ilə hansı testləri müayinə etmək olur? Biz bu cihaz vasitəsilə bütün biokimyəvi testləri, yəni klassik biokimyəvi testlər, qaraciyər sınaqları, öd sınaqları, ürək damar sistemi sınaqlarını, yəni onlara aid olan sınaqlar, böyrək üçün nəzərdə tutulan analizlərimiz və bundan əlavə burada immunoloji testlər, komplement 3, 4 və mioglobin testini və bir sıra ürək damar sisteminə aid olan troponin testini, troponin I, kreatinin fosfokinazanın fraksiyaları, müxtəlif fraksiyaları, kreatinin fosfokinazanın özünü və digər bu kimi analizlərin hamısını bu cihaz vasitəsilə biz qısa müddətdə tam dəqiq şəkildə analiz edə bilirik. Çox sağ olun. Verilişin sponsoru Nutrilon 3 uşaq qidalarıdır. Avropanın bir nömrəli uşaq qidaları istehsalçısı olan Nutrisa şirkətinin sizə təqdim etdiyi Nutrilon 3 uşaq qidaları sizin körpənizin sağlamlığına 100% zəmanət verir. Əgər körpənizin 100% sağlam olmağını istəyirsinizsə, Nutrilon 3 uşaq qidalarından istifadə edin. Nutrilon 3 körpənizin aybaay sağlam inkişafı. Hörmətli tamaşaçılar, verilişimizin son bölümündəyik. Bu bölümdə mövzumuz uşaq qidalarıdır. Çünki bəzi analar olur, İstər südəmər devirdə anaların südü olmamazlığı ucbatından uşaqlara süni qidaların vermək məcburiyyətində olur. Bu, istər südəmər devir olsun, istər ilk yaşlarda olsun. Təbii ki, süd qidaları, süd məhsulları da uşaqlardan ötürü nəzərdə tutulanlar demək istəyirəm, çox çeşidlidir. Lakin bunların hansının uşaq orqanizmə mənfi təsiri var, hansının müsbət təsiri var? Ümumiyyətlə, bunların uşaq orqanizmə ziyanı varmı, yoxmu? Məhz, bax, bu bölümdə söhbətimiz bu əsnada qurulacaq. Təbii ki, söhbətin daha təbii keçməyindən ötürü və bu qidaların uşaq orqanizmə həqiqətən mənfi təsiri varmı, yoxmu? Bu barədə daha dürüst məlumat əldə etmək üçün profesional bir həkim studiyamıza dəvət etmişik və mən böyük məmnuniyyətlə studiyamızın qonağını sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Rusiyanın Tibb Akademiyasının Pediatriya şöbəsinin müdürü, Rusiyanın əməkdar həkimi, professor, tibb elmlər doktoru Zaxarova İrina Nikolayevnadır. İrina Nikolayevna, studiyamıza xoş gəlmişsiniz. Bax, sizi studiyamıza dəvət etməyimizdə məqsəd bundan ibarətdir ki, bax, bizi dinləyən, izləyən analara çatdıraq. Uşaqları necə düzgün qidalandırmaq lazımdır? Самое главное – кормить ребенка грудью, потому что лучше, чем грудное молоко, ничего не создано. И как раз сейчас, последние годы, огромный интерес к питанию и здорового, и больного ребенка во всем мире. То есть 25 лет назад европейские ученые сформулировали концепцию пищевого программирования. То есть они доказали, что питание ребенка в первые годы жизни определяет его состояние здоровья. Ну, вот не случайно 10 лет назад Всемирная организация здравоохранения провозгласила, что здоровье человека на 70% зависит от того, что он ест, да, то есть от его еды и от образа жизни. И когда проживешь определенное количество лет, то понимаешь, что если бы я вот не наделал столько ошибок, если бы я ел все то, что мне правильно бы рекомендовали, может быть, я не накопил такое количество болезней. Поэтому сейчас доказано, что многие болезни, развитие многих болезней, в частности атеросклероза, сахарного диабета, развитие гипертонической болезни, которая уносит огромное количество взрослых жизней, зависит от того, чем кормили ребенка в раннем детстве. Поэтому мы понимаем, что лучше, чем грудное молоко, ничего не создано, но, к сожалению, есть целая группа женщин, которые не могут кормить детей, либо по каким-то причинам, в силу каких-то заболеваний, грудное молоко детям не подходит. Тогда мы вынуждены
искать какие-то специальные продукты лечебные, которые позволят как бы улучшить состояние здоровья детей. İrina Nikolayevna, bax deyirsiniz ki, ana öz uşağını südlə yedizdirə bilmir. Yəni bu halda hər hansı bir allergik reaksiyalar mı başlayır, yoxsa uşağa düşmür? O düşməmə hansı əlamətlərlə bilinir? Bax bunu bizi izləyən analarımız nə cür başa düşsün? Tutalım ki, uşaq dünyaya gətirib, uşağa süd verir. O uşaqda hansı simptomlar, hansı hallar olanda o ana bilməlidir ki, onun uşağına verdiyi süd onun uşağına düşmür. Вы знаете, сейчас огромное количество детей страдают аллергией. И количество детей аллергиков растет с каждым годом. Есть такая очень интересная концепция, которую создал доктор из Америки в 1988 году, Дэвид Страхан, который доказал, что аллергия чаще наблюдается у богатого населения, аллергики рождаются чаще всего в малочисленных семьях. И, конечно, аллергия зависит от особенностей генетики. Ну и, скажем, по языку, по генетике ваш народ близок к турецкому населению. И вот на примере Германии, вы знаете, что второе по численности населения Германии – это турецкое население. Так вот, среди европейского населения считается, что за аллергию отвечают 20 генов, которые реализуют как бы аллергию. И вот у турецкого населения вроде бы этих генов не все они представлены. Так вот, по мере проживания в Германии турки стали страдать аллергией почти так же часто, как и немцы. И связывают это вот с этим излишней увлеченностью чистотой. То есть, с одной стороны, как бы чистота, залог здоровья – это хорошо, но когда все вокруг стерильное, да, это приводит к тому, что растет число больных с аллергией. И вот эта гигиеническая теория, ну, она как раз и говорит о том, что если я контактирую с микробами, я должен защищаться, и при этом у меня активизируется специальное звено защиты, а у аллергиков, поскольку ему не надо защищаться, он не контактирует с инфекциями, то у него активизируется второе звено, которое ответственно за аллергию. Поэтому по мере улучшения образа жизни, и в том числе в Азербайджане, мы, конечно, радуемся, какой у вас красивый город, все становится чище, красивее, но мы понимаем, что это неизбежный рост больных с аллергией. Ну вот, например, если сравнивать Финляндию, которая известна своей тоже экологической чистотой, и сравнивать близлежащие территорию России, то число больных бронхиальной астмой в Финляндии в 6 раз выше. То есть это тоже реально, но мы идем тоже семимильными шагами к аллергии. И если раньше аллергию рассматривали только как кожные проявления, и все видели на коже сыпь и говорили, да, это аллергия, то с современных позиций мы рассматриваем появившиеся рвоты, появившиеся колики у детей, жидкий стул, который возникает на фоне докорма смесями, как проявление аллергии. К сожалению, встречаются случаи, когда мы вынуждены даже снимать с грудного молока, несмотря на то, что маму мы сажаем на безмолочную диету, потому что даже через грудное молоко аллергены могут поступать. Поэтому по мере роста благосостояния азербайджанского народа, как и общая тенденция во всем мире, число аллергиков будет расти. Поэтому в этом случае даже иногда грудное молоко, являющееся лучшей пищей для ребенка, может не во всех случаях ему помочь. Конечно, все равно для того, чтобы снизить риск аллергии, надо кормить грудью. Но при этом иногда мама должна садиться на диету с исключением полностью только белка коровьего молока. То есть убрать молоко цельное, кисломолочные продукты, творог, сыр, хотя бы на 3 недели сливочное масло, чтобы увидеть, лучше ребенку становится или нет. Поэтому многие вот эти функциональные нарушения, которые появляются у младенцев, колики, срыгивания, запоры, все-таки одна из главных причин – это аллергизация ребенка. Поэтому существуют сейчас специальные продукты, и, конечно, вот компания Нутриция, она является действительно мировым лидером по производству продуктов как для здоровых, так и для больных детей. И после того, как появились специальные продукты, мы научились вести детей с аллергией, потому что если я не перевела его на специальное питание при аллергии,
я буду мазать ему кожу, да, а кожа будет становиться все хуже и хуже. Я буду лечить его желудочно-кишечный тракт, бактерии, буду давать пробиотики, а ему будет хуже, потому что я не поменяла питание. То есть самое главное – убрать пищевой аллерген при аллергии. İrin Nikolayevna, bəzən anaların özlərinin südləri yoxdur və süni süd məhsullarının da, yəni uşaq üçün nəzərdə tutulmuş süd məhsullarının da verilməsindən çəkinirlər ki, bu süni əldə edilib, uşağa mənfi təsir eləyəcək. Ona görə də təbii məhsullara daha çox üstünlük verirlər. Bax, istərdim bu barədə fikrinizi bilək. Ümumiyyətlə, bu süni məhsulların, uşağa verilən süni məhsulların uşaq orqanizminə mənfi təsiri varmı? Ümumiyyətlə, nə vaxtdan təbii qida məhsullarına keçirilməlidir? Bax, bu barədə bizi izləyən analarımıza nə deyə bilərsiniz? Вы знаете, на нашей конференции, которую мы проводили для врачей, звучали очень страшные вещи о том, что в конце XIX века среди детей, которые, ну, как бы в царской России получали коровье молоко, редко доживали до 15 лет 25% из родившихся детей. То есть за год умирала почти половина. И связано это было именно с употреблением той пищи, которую едят взрослые в раннем возрасте. Поэтому в 21 веке этого не должно быть. То есть существуют специальные молочные смеси, ну, молочные, безмолочные, лечебные, которые заменяют грудное молоко, если так сложилось, что его нет. Но продукты прикорма не должны быть введены раньше 4-6 месяцев. Вот этот период, 4-6 месяцев, его в Европе называют золотым окном. То есть это золотой период, когда человек начинает воспринимать новую чужеродную пищу, и когда воспитывается толерантность. Толерантность французский терпимый, то есть терпимость к еде, потому что абсолютно на каждую еду у нас в организме вырабатываются, то есть организм воспринимает ее или не воспринимает. Поэтому он приучается к еде, желудочно-кишечный тракт. Ну вот в России создана национальная программа вскармливания. Я думаю, что придет время, она появится у врачей Азербайджана. И мы считаем, что наша национальная программа, она наконец-то приблизила нас к тому, что есть в Европе и в США. То есть когда-то в России давали 25 дней соки, там очень рано давали каши и так далее, и у вас это тоже было рано. Сейчас мы приняли как бы все-таки идею, так как делают американцы, так как делают европейцы, 4-6 месяцев, но мы стараемся все-таки в основном при грудном вскармливании продукты прикорма начинать с 5-6 месяцев и не начинать с соков, как это было раньше. Потому что соки – это огромная нагрузка на поджелудочную железу. Поэтому с 5-месячного возраста, как правило, начинают либо с каши, но каши либо на грудном молоке, либо на той смеси, которую ребенок ест, но ни в коем случае не на коровьем молоке. Либо через 2 недели после каши дают овощные пюре. В 6 месяцев даются творог, если он его переносит, если нет аллергии, и только потом даются соки. То есть вот это новое. Ни в коем случае ребенок до года не должен пить коровье молоко. Во многих странах мира цельное коровье молоко не пьют до 3 лет, потому что там много белка, это большая нагрузка не только на кишку, она начинает кровить, но и большая нагрузка на почки ребенка. Потому что я уже начала сегодня с пищевого программирования. О том, что мы едим и в каком возрасте ребенок получает, зависит от того, как мы сохраним свой организм. Потому что наш организм ребенка, он предназначен только для грудного молока в этом возрасте. Поэтому во многих странах цельное коровье молоко не дают детям до 3-летнего возраста, потому что белка много. И существуют специальные смеси от года до 3 лет. Ну, например, Нутрилон 3 формула. То есть она учитывает потребность ребенка в микроэлементах, таких как железо, йод, цинк, там, марганец, который необходимы для роста и развития, витамины. То есть ребенок обычно от года до 3 лет должен получать 500-600 мл от подобного молочка. Тогда никаких витаминов, микроэлементов дополнительно давать ему не надо.
Professor, bax, qeyd edirsiniz ki, Rusiyada da o vaxtlar inək südündən verildiyinə görə uşaqların 15 yaşına çatana qədər böyük bir faizi həyatlarını tərk edirdilər. Və indi də qeyd edirsiniz ki, inək südlərini 1 yaşına qədər, bəzən 3 yaşına qədər vermək qəti qadağandır. Amma el arasında belə bir söhbət gəzir ki, keçi südü inək südündən daha yaxşıdır və ana südünə yaxındır. Bax, bu barədə fikrinizi bilmək istərdim. Я считаю, что это абсолютно неправильно, потому что я знаю точно состав коровьего молока и козьего. Вот если говорить по белку в грудном молоке, это 1,1-1,2 грамм на 100 миллилитров. Если брать коровье молоко, то это 3,2-3,4 грамма белка, в 3 раза больше. А если брать козье, то это 4,1. То есть почти в 4 раза выше белок, чем в коровьем молоке. Поэтому вот это высокое содержание белка, с одной стороны, это нагрузка на почки, на кишку. Поэтому никто в мире, ни в Америке, ни в Европе не дает. Поэтому, ну а если брать натуральное козье молоко, то в нем нет фолиевой кислоты. И употребление регулярное козьего молока приводит к развитию анемии Якш-Гаема. То есть крупные, большие эритроциты, то есть малокровие, и ребенок страдает, и главным образом его головной мозг. Çox sağ olun maraqlı söhbətə görə. Hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonağını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Rusiya Tibb Akademiyasının Pediatriya şöbəsinin müdürü, kafedra müdürü, Rusiyanın əməkdar həkimi, professor Zakharova İrina Nikolayevnadır. Yəqin ki, bizi dinlədiniz. Bəzən el arasında söz var. Əgər anada süd yoxdursa, buna inək südü verin. Ən yaxşı olar, ona yaxın olan keçi südü verin. Gördüyünüzə görə, bax, bunu profesional həkim dedi ki, bu artıq o xanımın söylədiyi elmi sübutlara əsaslanır. Heç bir inək südü, istər keçi südü, süni qida olan qidaları əvəz eləyə bilməz. Çünki süni qidalarda məhz uşaq orqanizmi üçün nəzərdə tutulan qədər mikroelementlər var. Və məhz həmin mikroelementləri uşaq orqanizmi yaşadığı aylarla bərabər qəbul edə bilir. Ona görə də süni qidalar, xüsusilə Nutrilon 3 uşaq qidasından istifadə edə bilərsiniz. Bunu həm vaxt bizim qonağımız təsdiq elədi, eləcə də bu qidaların qəbulunu Ümumdünya Səhiyyə Təşkilatı da qəbul edir. İrina Nikolayevna, studiyamıza təşrif buyurduğunuza görə və bu cür maraqlı söhbətinizə görə sizə həm öz adımdan, eləcə də bizi izləyən analarımız adından minnətdarlığımı bildirirəm. Onun 1 yaşı tamam oldu. Mənim balaca oğlum böyüyür. O hər şeyi öz dostları ilə bölüşür. Necə arxayın ola bilərəm ki, oğlum tam sağlam böyüyür? Nutrilon 3-ün tərkibindəki Immunofortis sizin körpənizi daxildən qoruyur. Nutrilon 3 müəyyən yaş dövrü üçün nəzərdə tutulmuş süddür. Onun tərkibində Immunofortis var. Immunofortis kliniki cəhətdən yoxlanılıb patentləşmiş qısa zəncirli fos və uzun zəncirli qoz qatqısından ibarətdir. Bax belə, hörmətli tamaşaçılar, sağlıq olsunun növbəti buraxılışı da bu cür sona çatdı. Düşünürəm ki, bugün də biz sizi kifayət qədər məlumatlandırmağa çalışdıq. Lakin buna nə dərəcədə nail olduqsa, bunun qiymətini siz verin. Sağ olun, sağlıqla qalın. Sağlamlığınıza fikir verin.